Hər vaxtınız xeyir əziz izləyicilər. Qısa başlığı ilə yenidən qarşınızdayım. Xatırlayırsınızsa bir neçə gün bundan öncə gəlir vergisi ilə bağlı 2026-cı ildən 7 illik güzəşt müddətinin bitməsi barədə məlumat vermişdi və artıq rəsmi olaraq da bu öz təsdiqini tapdı. Gələn ildən etibarən özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunacaq. Belə ki, yanvarın 1-dən 2500 manatadək aylıq gəlirdən 3%, 2500-8000 manat arası aylıq gəlirdən 75 manat üstəgəl 10% və aylıq gəliri 8000 manatdan çox olduqda 625 manat üstəgəl 14% gəlir vergisinə çıxılacaq. Növbəti illərdə isə getdikcə bu vergi artacaq. Yəni gələn il 3% olan gəlir vergisi 2027-ci ildə 5, 2028-ci ildə isə 7% olacaq. 2028-ci ildən sonraki illərdə də yəqin ki, hissə artım tendensiyası davam edəcək. Məlumat üçün onu da əlavə edim ki, hazırda əmək haqqı 200 manatdan çox olduqda 6 manat üstəgəl 10% Dövlət Sosial Müdafiə Fondu ayırmaları tutur. Bundan başqa işçilər 0,5% işsizlikdən sığorta haqqı, 2% isə icbari tibbi sığorta haqqı ödəyir. Elə icbari sığorta haqqı demişkən, 2025-ci ildə icbari tibbi sığortasına, dövlət büdcəsinə maliyyələşmə təqribən 1 milyard 400 milyon manat olub. 2026-cı ilin büdcə layihəsində bu məbləğ 900 milyon manata endirilib. Azalma təqribən 500 milyon manatdır və ya 36,5%. Həmçinin 2026-cı ildən etibarən rəsmi iş yeri olmayan şəxslər icbari tibbi sığortadan yararlanmaq istəyirlərsə, illik 192 manat məbləğində sığorta haqqını özləri ödəməli olacaqlar. Bax belə, siz bu barədə, bu dəyişikliklər barədə nə düşünürsünüz əziz izləyicilər? Fikirlərinizi şərhlərdə qeyd edə bilərsiniz. Bu arada videonu bəyənib paylaşmağı, həmçinin səhifəmə abunə olmağı da unutmayın və ən əsası özünüzdən müğayət olun.